Mən Eminov Fərrux 1973-cü ildə Zərdab şəhərində anadan olmuşam. Şəhər 3 saylı orta məktəbində təhsil almışam. 92-ci ildə Zərdab Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırıldım. Ümumi hərbi hazırlıq keçdikdən sonra 701 saylı hərbi hissənin avtomatçısı olaraq Qarabağ torpaqlarının azadlığı uğrunda döyüşməyə başladım. Müstəqil Azərbaycanın ilk hərbi birləşməsi olan hissəmiz Azərbaycan Cümhuriyyətinin 701 gün yaşaması şərəfinə adlandırılmışdır. 701 saylı hərbi hissənin tərkibində müxtəlif bölgələrdə döyüş yolu keçdim. Kəlbəcər, Laçın, Ağdərə, Tərtər, Ağdam, Füzuli rayonlarında Murovdağda döyüşdüm. 1993-cü ilin qışında Murovdağda ayaqlarımı don vurdu və bir qədər hospitalda müalicə olundum. Sağalandan sonra yeni hərbi hissəmizə qayıtdım. Tərtərdə, Füzulidə düşmənə qarşı döyüşdüm. Qarabağ torpaqlarında təxminən 3 il düşmənə qarşı vuruşdum. 94-cü ilin sentyabr ayında Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində gedən döyüşlərin birində şəhid oldum.